Üçüncü. Ədat. Modal sözlər və s. Bu və s. içində şəkilçilər zadlar var. Dördüncü də intonasiyadır. Dörd vasitə var. Bu dörd vasitəni bir-bir izah eləməyə çalışırıq. Orada yuxarıda tabirlik bağlayıcıları yazmışam. Biz 7-ci sinifin materiallarını keçəndə, tabirsizlik və tabirlik bağlayıcılarını keçəndə öyrəndik ki, tabirlik bağlayıcılarının bircə işlənmə yeri var. O da haradır? Tabiri mürəkkəb cümlənin tərkib hissəsi. Yəni, tabiri mürəkkəb cümlənin baş cümləsini budaq cümləyə bağlayan vasitə kimi tabirlik bağlayıcılarından istifadə edirik. Tabirlik bağlayıcılarının neçə növü var? Nə iki? İki nədir? Tabirlik bağlayıcılarının neçə qrupdur? Səbəb 1, aydınlaşdırma 2, şərt 3, qarşılaşdırma 4. 4 növdür də. İnkar öyrənməlidir. Tabirsizlikdir. 4 dənə də səbəb çünki ona görə ki, ona görə də onun üçün ki, şərt bağlayıcıları əgər hərgah, madam ki, indi ki, bir halda ki, indi ki və s. Sonra güzəşt bağlayıcısı hərçənd ki, aydınlaşdırma bağlayıcısı da ki, belə ki. Yaxşı? İndi baxaq görə nə baş verir. Çalar. Bura 1 yazıram, 1 yazdım, bura bir yazdım, A yazıram. Yəni, birinci bağlayıcı vasitə, yəni tabirlik bağlayıcıları A, B, C, D yazacağım da yəqin ki, bura. Birinci A-da yazıcı səbəb bağlayıcıları. Sonra, əgər tabirli mürəkkəb cümlənin tərkib hissələri səbəb bağlayıcıları ilə bağlanıbsa, bu zaman baş cümlə birinci gələr, budaq cümlə ikinci gələr. Bax, məsələn, yazırıq ki, dərsə gecikmişdir. Çünki nə olmuşdur? Səbəb nə idi gecikmişdir? Avtobus gec gəldi. Bəli, çünki avtobus gec gəlmişdir. Nəysə. Bax, uşaqlar, baş cümlə, budaq cümləyə burada bağlanır çünki bağlayıcısı ilə. Baxırda şeylər sizdən soruşa bilərlər, diqqətli olmaq lazımdır. Baxın uşaqlar, burada baş cümlə birincidir, budaq cümlə ikincidir. Fikir verirsiniz, bağlayıcı vasitə budaq cümlənin tərkibidir. Bağlayıcı hardasa budaqdır da elə. Yox, elə deyil, elə şey yoxdur. Ona baxsan, çaşıb qalarsan. Bax, səbəb bağlayıcılarından söhbət edir. Səbəb bağlayıcıları həmişə budaq cümlənin tərkibində olur. Səbəb bağlayıcıları. Şərt bağlayıcıları da budaq cümlənin tərkibində olur. Güzəşt bağlayıcısı da budaq cümlənin tərkibində olur. Amma aydınlaşdırma bağlayıcıları baş cümlənin tərkibində olur, bir məqamda budaq cümlənin tərkibində olur. Ki belə ki. Bəli, ki belə ki bağlayıcısı. Ona da aydın nümunə gətirəcəm. Bax, burada budaq cümlənin tərkibindədir. Demək, səbəb bağlayıcılarına bağlananda baş cümlə birinci gəlir. Keçdik B variantına. Şərt bağlayıcısı. Sonra, şərt bağlayıcısı ilə əgər budaq cümlə baş cümləyə bağlanıbsa, mütləq budaq cümlə birinci gəlir, baş cümlə ikinci gəlir. Ox işarəsi belə çəkilir. Uşaqlar, biz fe'li şərt şəklini keçəndə, sasa şəkilçisini keçəndə, orada deyirik ki, fe'li şərt şəkli olan cümlədə nə olur? Əgər hərgah bağlayıcılar olur, madam ki yox. Madam ki olan yerdə sasa olmaya bilər. Bax, deyirəm ki, madam ki gəlmirsən, içəri keç. Belə deyirik. Amma görsən, sasa işlətmədim burada. Amma əgər hərgah işlətsək, o zaman iki bağlayıcı vasitə olacaq. Diqqətli olacaqsınız. Bax, tabiri mürəkkəb cümlədə bəzən olur ki, budaq cümləni baş cümləyə bağlayan iki vasitə olur. Bax, məsələn, əgər hərgah yazsaq, bax, məsələn, deyirik ki, əgər bilirsə, tez desin. Tez desin. Bax, görsən, burada iki bağlayıcı vasitə var. Biri əgərdir, bir də sasədir, isə hissəciyinin qısaldılmış formasıdır. Amma ola bilər ki, elə də olmasın. Şərt bağlayıcısı, bax, deyirəm ki, madam ki,